Salam, Real sizə Türkiyədən, Antalyadan xəbər verir. Bu şəhərdə Azərbaycan Mədəniyyət Elçilərinin birinci forumu keçirilir. Mədəniyyət Nazirliyi və Diasporalar İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən bu mötəbər tədbirin açılış mərasimində Mədəniyyət Naziri Adil Kərimli, Diasporalar İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri xalq artisti Polad Bülbüloğlu, bir sıra digər xalq artistləri, o cümlədən dünyanın hər yerindən tanınmış mədəniyyət xadimləri iştirak edirlər. Forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail olunması da forumun əsas hədəfidir. Tədbirdə Mədəniyyət Naziri Adil Kərimli çıxış edərək bildirdi ki, bu forum ölkəmizin mədəni diplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur və bu təşəbbüs Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən mədəniyyətin və milli kimliyin qorunması, eləcə də onun beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamıdır. Çıxış edən digər şəxslər, hansılar ki, mən az öncə adlarını sadaladım, forumun əhəmiyyətini yüksək qiymətləndirdilər. Forum davam edir, deməli xəbərlər də gəlməkdə davam edəcək və Antalyada keçirilən bu mədəni tədbir barədə sizə məlumatları çatdıracağıq. Odur ki, ölkədə və dünyada baş verən hadisələr barədə xəbərdar olmaq istəyirsinizsə, gözünüz realda olsun.